Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bu gün sizinlə kimya 8-ci sinif dərslikdən artıq növbəti 5-ci mövzunun, yəni elementlərin xassələrinin dövriliyi mövzusunun izahını bölüşürəm. İlk öncə hansı xəstə gəlir? Atom radiusu. Atom radiusu deyir ki, nüvədən ən uzaqda yerləşən elektrona qədər olan məsafədir. Elementlərin bir çox xassələri onların atom radiusundan asılıdır. Atom radiusu elementin elektron alıb verməsini müəyyən edir. Və deyir ki, elementlərin dövrü cədvəlində qruplar üzrə yuxarıdan aşağı doğru getdikcə energetik səviyyələrin sayı artdığı üçün atom radiusu da artır. Deməli, əziz şagirdlər, bunu nümunə üzərində izah edim. Ümumiyyətlə, atom radiusu nədir? Atom radiusu, məsələn, deyir ki, yuxarıdan aşağı getdikcə, qruplar üzrə yuxarıdan aşağı getdikcə atom radiusu artır. Yəni, buradan belə nəticə çıxır ki, litiumun atom radiusu hidrogendən çoxdur. Natriumun atom radiusu litiumdan çoxdur. Kaliumun atom radiusu natriumdan çoxdur. Ribidium da kaliumdan çoxdur. Sezium da ribidiumdan çoxdur. İndi bunu izah edirəm ki, səbəb niyə belədir? Deməli, biz gəlin birinci energetik səviyyədə, məsələn, yerləşir litium, düzdür? Daha doğrusu birinci qrupda yerləşir litium. Litiumun elektron konfigurasiyasını yazıram. Sıra nömrəsi 3-dür, müsbət 3, 1s2, 2s1. Gəlin indi bunu nüvəyə keçirək. Daha doğrusu atoma keçirək. Müsbət yüklü nüvə və onun ətrafında hərəkət edən elektronlar. Elektronlar da harda yerləşir? Elektron təbəqələri və ya energetik səviyyələr. Yazıram. Neçə dənə energetik səviyyəmiz var burada? 2 dənə. Birinci energetik səviyyə və ikinci energetik səviyyə. Birinci energetik səviyyə, bu da ikinci energetik səviyyə. Birinci energetik səviyyədə neçə elektron var? 2 elektron, 1s2-də. İkinci energetik səviyyədə isə 1 elektron var. Düzdür? Atom radiusu bizə nə deyir? Deyir ki, nüvədən ən uzaqda yerləşən elektrona qədər olan məsafədir. Nüvədən ən uzaqda yerləşən elektron əlbəttə ki, bu ikinci energetik səviyyədə yerləşən elektrondur. Nüvədən bura qədər olan məsafə deyir adlanır nə? Radius. Və bunu yadımızda saxladıq. Bu natrium üçün idi. Keçək natriumdan aşağıda yerləşən məsələn kalium. Kaliumun sıra nömrəsi, daha doğrusu bu litium üçün idi. Keçək natriuma. Natriumun sıra nömrəsi, deməli bunu nisbətən qısa yazım. Deməli bu radius oldu. Nüvədən ən uzaqda yerləşən elektrona qədər olan məsafəni adlandırdıq nə? Radius R. Keçirəm natrium üçün elektron konfigurasiyası yazım. Sıra nömrəsi müsbət 11, 1s2, 2s2, 2p6, 3s1. Gəlin indi natriumun nüvəsini çəkirəm. Nüvə və onun ətrafında hərəkət edən elektronlar. Energetik səviyyələr də birinci energetik səviyyə, ikinci energetik səviyyə, hər ikisi. Bu da üçüncü energetik səviyyə. Çəkirəm birinci energetik səviyyəni, ikinci energetik səviyyəni və nisbətən səliqəsiz olur. Üçüncü energetik səviyyəni. Birinci energetik səviyyədə 1s2, 2 elektron var. İkinci energetik səviyyədə 2s2, 2 elektron, 2p6, 6 elektron, cəmi 8 elektron. 1, 2, 3, 4, 5, 6, 7, 8 elektron. Üçüncü energetik səviyyədə isə 3s1, 1 elektron var. Radius nə idi? Nüvədən ən uzaqda yerləşən elektron. Nüvədən ən uzaqda yerləşən üçüncü energetik səviyyənin elektrondur əlbəttə ki. Nüvədən ora qədər olan məsafə adlanır nə? Radius. İndi siz gəlin müqayisə eləyin. Sizcə litiumun radiusu daha böyük olar, yoxsa natriumun? Əlbəttə ki, natriumun. Diqqət yetirsək, məsafə hansında böyükdür? Natriumda. Çünki niyə? Energetik səviyyə daha çoxdur. Energetik səviyyə də nə deməkdir? Dövr. Deməli, dövr artdıqca elementlərin atom radiusu artır. Baxın, yuxarıdan aşağı getdikcə energetik səviyyə artdığına görə yuxarıdan aşağı getdikcə nə olur? Atom radiusu getdikcə artır. Atom radiusu deməli yuxarıdan aşağı getdikcə artdı. Bunu bildik. Yəni litiumun atom radiusu kiçikdir natriuma nisbətən, natrium da kiçikdir kaliuma, kalium da ribidiuma, ribidiumun atom radiusu kiçikdir seziuma. Bu sırada ən çox atom radiusu olan qrup üzrə, məsələn birinci qrup üzrə götürsək, seziumdur. İndi keçək davamına. Davamında bizə nə deyir? Deyir ki, dövrlər üzrə soldan sağa getdikcə atomlarda energetik səviyyələrin sayı sabit qalır. Yəni, məsələn, dövr üzrə soldan sağa getdikcə bu birinci dövr idisə, sona qədər birinci dövr qalırdı. İkinci dövr, məsələn, dövrlər üzrə soldan sağa gedir. Yəni, sabit qalır. Və bizə deyir ki,
sabit qalır. Nüvə yükü və xarici təbəqədə olan elektronların sayı isə artır. Ona görə də bu istiqamətdə nüvə elektronları özünə daha çox cəzb edir və nəticədə atom radiusu kiçilir. Deməli uşaqlar, biz dedik ki, dövrlər üzrə soldan sağa getdikcə energetik səviyyələr sabit qalır və nüvə elektronları daha çox özünə cəzb edir. Getdikcə, baxın, biz demişdik ki, birinci, ikinci, üçüncü dövrlərdə metallar yerləşir. Metalların atom radiusu əlbəttə ki, qeyri-metallara nisbətən daha yüksək olur. Yəni onlar elektron vermə xüsusiyyətinə malikdirlər. Amma qeyri-metallar elektron alma xüsusiyyətinə malik olduqları üçün onlarda nüvə elektronları özünə cəzb edir. Elektronu ki, nüvə özünə cəzb etdi, onda orada atom radiusu avtomatik kiçilmiş olur. Yəni qruplar üzrə yuxarıdan aşağı getdikcə atom radiusu artır. Dövrlər üzrə soldan sağa getdikcə atom radiusu azalır. Bunu artıq bilməliyik əsas yarımqrup elementlərində. Metallıq və qeyri-metallıq xassələri. Metallıq xassəsi elementin, atomun elektron vermək, qeyri-metallıq isə elektron almaq qabiliyyətidir. Metallıq nədir? Elektron vermək. Metallıqla elektron vermək eynidir. Və yaxud da buna başqa adla biz deyirik elektron vermək və başqa adla deyirik reduksiya edicilik. Reduksiya edicilik. Yəni metallıq harda çoxdursa, orada elektron vermə xassəsi var. Metallıq harda çoxdursa, reduksiya edicilik orada nisbətən artır. Və eyni zamanda bunu yadınızda saxlayın ki, metallıq atom radiusu ilə də eyni xassədir. Yəni atom radiusu harda artırsa, metallıq orada artır. Radiusu. Məsələn, biz nə dedik? Dedik ki, dövrlər üzrə yuxarıdan aşağı getdikcə atom radiusu artır. Qruplar üzrə daha doğrusu. Atom radiusu artırsa, deməli qruplar üzrə yuxarıdan aşağı getdikcə həm reduksiya edicilik artır. Baxın, eyni xassədir metallıqla. Həm elektron vermək qabiliyyəti artır, həm atom radiusu artır. Metallıq, reduksiya edicilik, atom radiusu artır. Çünki oxşar xassədirlər. Yəni sezium litiuma nisbətən daha reduksiya edici xassəyə malikdir. Metallığı seziumun litiuma nisbətən daha çoxdur. Seziumun elektron vermək qabiliyyəti litiuma, natriuma nisbətən daha çoxdur. Bunu müəyyən qədər başa düşə bildik. Qeyri-metallıq xassəsi isə elektron almaq xüsusiyyətidir. Elektron almaq xüsusiyyəti və başqa adla buna deyirik oksidləşdiricilik. Oksidləşdiricilik xassəsi. Yəni qeyri-metallığın artdığı yerdə elektron almaq artır, oksidləşdiricilik qabiliyyəti artır. Deməli, əziz şagirdlər, biz baxsaq, qruplar üzrə dedik, dövrlər üzrə soldan sağa getdikcə qeyri-metallıq artır. Məsələn, litium, berilyum metaldır, getdikcə bor, karbon, azot, oksigen, flor, neon, yəni qeyri-metallar gəlir. Dövrlər üzrə soldan sağa getdikcə nə olur? Qeyri-metallıq artır. Qeyri-metallıq artır. Qeyri-metallıq artırsa bu deməkdir ki, nə? Oksidləşdiricilik mütləq artır. Çünki oxşar xassədirlər. Elektron almaq xassəsi artır. Flor ən güclü elektromənfiliyə malik qeyri-metaldır. Oksidləşdiriciliyi ən yüksəkdir. Niyə? Çünki soldan sağa getdikcə, yəni təsirsiz qazlara çıxsaq onlar elektron verib ala bilmir. Flor ən güclü qeyri-metal sayılır və eyni zamanda elektron almaq xassəsi, oksidləşdiriciliyi digər bütün qeyri-metallara nisbətən ən yüksəkdir. Yəqin ki, bunu hamı başa düşə bilər. Və soldan sağa getdikcə dedik qeyri-metallıq, oksidləşdiricilik, elektron almaq xassəsi artır. Bunu da müəyyən qədər başa düşə bildik. İndi gəlin davamına diqqət yetirək. Elementlərin metallıq və qeyri-metallıq xassəsi birbaşa atom radiusundan asılıdır. Artıq mən bunu izah elədim. Dövrü cədvəldə qruplar üzrə yuxarıdan aşağı getdikdə dedik atom radiusu artdığı üçün ən uzaqda yerləşən elektronla nüvənin əlaqəsi zəifləyir. Yəni nə demək istəyir? Təsəvvür edin, atom radiusu artır. Ən uzaqda yerləşən elektronla nüvənin əlaqəsi zəifləyir. Zəiflədiyinə görə və buna görə də xarici elektronlar nüvə tərəfindən zəif cəzb olunur. Yəni zəif cəzb oluna bilir də. Təsəvvür edin, nüvə bunu dartmaq üçün nə qədər enerji sərf eləyir. Radius artır və deməli burada elektronlar nüvə tərəfindən zəif cəzb olunur. Amma nüvəyə yaxın yerləşəndə isə elektron, nüvə onu asanlıqla cəzb edir. Yəni bunun üçün həmin o elektronu cəzb etmək üçün elektron energetik
enerji az sərf eləyir. Və bu da burada deməli təsvir olunub. Və dediyimiz kimi bu səbəbdən də atomun elektron verməsi asanlaşır. Elektronu asanlıqla verir. Yəni nüvə cəzb eləyə bilmir və elektronu nə edir? Asanlıqla verir. Asanlıqla verdiyinə görə bu isə metallıq xassəsinin artmasına, yəni metallar dedik asanlıqla elektronunu verir. Atom radiusunun artdığı yerdə ona görə də biz deyirik ki, atom radiusu artırsa, artıq məsələn belə deyim də, atom radiusu artır, düzdür? Baxın, bu elektronu nüvə, radius artdı. Bu elektronu nüvə zəif cəzb eləyir. Çünki güclü enerji olmalıdır ki, bu cəzb eləsin də qüvvətli. Zəif cəzb elədiyinə görə avtomatik bu elektronu hansısa digər elementə verir. Bu elektronunu vermə xassəsi də metallıqdır. Və atom radiusunun artdığı yerdə deməli nə olur? Atom radiusu artdıqca elektron çətin cəzb olunur və metallıq elektronunu verir, metallıq artır. Atom radiusunun artdığı yerdə dediyimiz kimi metallıq artır və səbəb də budur. Dövr üzrə soldan sağa getdikcə nüvə tərəfindən elektronlar daha yaxşı cəzb olunduğuna görə atom radiusu azalır. Azaldığına görə metallıq xassəsi azalır. Deməli, dedik ki, qruplar üzrə yuxarıdan aşağı getdikcə metallıq xassəsi artır, çünki atom radiusu artır. Dövr üzrə soldan sağa getdikcə metallıq xassəsi və atom radiusu hər ikisi azalır. Və metallıqla da, əziz şagirdlər, bunu bilin ki, qeyri-metallıq tərs mütənasibətlidir. Metallığın artdığı yerdə qeyri-metallıq azalır, metallığın azaldığı yerdə qeyri-metallıq artır. Bunu da bilin. Deməli, dövrlər üzrə biz dedik ki, metallıq azalırsa, qeyri-metallıq güclənir. Ən güclü qeyri-metallımız da dedik hansıdır? Flyordur. Bunu da bildik. Və atom radiusu da azalır, çünki metallıq azalır dövrlər üzrə soldan sağa getdikcə. Daha sonra burada da qeyri-metallıq xassəsi göstərilib. Qeyri-metallıq yuxarıdan aşağı getdikcə azalır, çünki dedik qeyri-metallıq artır. Atom radiusu artır, çünki metallıq artır. Oksidləşdiricilik azalır, çünki qeyri-metallıq nə olur? Azalır. Reduksiyicilik isə artır, çünki metallıq artır. Dövr üzrə soldan sağa getdikcə metallıq azalır, çünki qeyri-metallıq artır. Daha sonra reduksiya edicilik azalır, çünki metallıq azalır. Oksidləşdiricilik artır, çünki qeyri-metallıq artır. Bayaqki videoda əvvəlki hissədə izah elədim ki, qeyri-metallıqla oksidləşdiricilik, metallıqla da reduksiya edicilik eyni xassə adlanır demək olar ki. Daha sonra deyir ki, metallıq və qeyri-metallıq xassələrinin dövri cədvəldə qruplar və dövrlər üzrə dəyişməsi xarakterinə görə metallar dövri cədvəlinin əsasən sol, diqqət yetirin ki, metallar hansı hərflə, daha doğrusu hansı rənglə, göy rənglə işarə olunub sol tərəfdə yerləşir. Qeyri-metallar isə sağ və yuxarı hissədə yerləşir. Metallar deməli sol, aşağı hissədə, qeyri-metallar sağ, yuxarı hissədə yerləşir.